xeyir olsun gözəl xanımlar, sözüm sizədir. Hansı ki, sizlərə deyirlər ki, hər hansı bir dərman içirsiniz və bununla da arxayırsınız və yaxud da hər hansı bir çay içirsiniz, hər hansı bir kofe içirsiniz, arxayırsınız. Bu boş söhbətdir, deyin niyə? Çünki bizim kökəlməmizin səbəbi var. Bizim kökəlməmizin ən birinci səbəbi bizim qalxana bənzər vəzimizin çalışmaması, yəni hipotireoz olması, yodun çatmamazlıqdır. İkinci səbəbi bizim mədə bağırsağımız düzgün çalışmır. Yəni nə olur? Biz qəbz oluruq, köp olur. Üçüncü səbəbi mədə altı vəzimizdə olan problem. Yəni mədə altı vəz həzmi yaxşı olmur və suyu az içirik və sağlam diyetə saxlamırıq. Ən əsası, siz əgər arxlamaq istəyirsinizsə, əgər 16 günə 7-8 kilo, hətta 10 kilo arxlamağa vermək istəyirsinizsə, o zaman mən deyənə qulaq asmalısınız. Mən deyən hansılardır? Birinci, mədə bağırsaq təmizlənməlidir, xəstəliyi yaradan səbəb bilinməlidir, qalxana bənzər və çalışmırsa, qalxana bənzər vəzin funksiyası yerinə yetirməlidir, mədə altı vəzi işə salmaq lazımdır və sağlam həyatla bərabər diyetə, sağlam həyat, yəni bizim yürüməyimizdir. Ona görə gözəl insanlar hər hansı kofe, hər hansı qidaları, dərmanı qəbul etməklə boş-boş mədənizi yara edəcəksiniz. Sizin sağalmağınız üçün, sizin arxalamağınız üçün əsas qalxana bənzər və çalışmalıdır. Bugünlük bu qədər, xoşça qalın.